Bugün Secret kitabının yazarı olan Rhonda Byrne'ın zənginlik, bolluq və bərəkət haqqındakı olan sirlərindən danışmaq istəyirəm sənə. Salam, mən Sona Çərkəzli. Kanalıma xoş gəlmisən. Bu kanalda gəzmək, əyləncə, vloqlar və çoxlu şəxsi inkişaf barəsində videolar olacaq. Əgər sən də özünü inkişaf elətdirmək, həmçinin görmək istədiyin yerləri baxmaq, gəzmək, əylənmək istəyirsənsə, kanalıma abunə olub, videonu bəyənib və rəy yazmağı unutma. Son bir neçə ildir məşhur olan Secret kitabının yazarı olan Rhonda Byrne haqqında sizə biraz məlumat vermək istəyirəm. Rhonda Byrne öz şəxsi işində çalışan zaman satışların çox pis getdiyini görür və hətta mühasibi bir gün zəng gəlib deyir ki, 6 milyon dollar borcumuz var. Bu zaman fikirləşir ki, mən nə edəcəm? Və belə olan anda qızı ona gətirir bir kitab hədiyyə eləyir. Kitabın adı Zəngin olmağın elmidir və burada bolluq, bərəkət haqqında çoxlu bilgilər olur və o onu oxuyandan sonra həyatına yavaş-yavaş tətbiq eləməyə başlayır və həyatına yavaş-yavaş tətbiq etdikcə həqiqətən də hazırdakı vəziyyətinin düzəldiyini, daha xoşbəxt hiss elədiyini, borclarının yavaş-yavaş azaldığını hiss edir və bundan sonra 2006-cı ildə Secret, yəni Sir kitabını yazır və bu kitab 40 dilə çevrilib və 100 ölkədə satışda var. Hazırda məşhur olan kitablardan biridir və insanlar da oxuyub tətbiq eləyib çox qəşəng geri dönüşlər eləyirlər. Ona görə də 2007-ci ildə sənədli filmini də çəkir və bu film artıq məşhur olmağa başlayıb. YouTube-dan da daxil olub və Secret yazaraq onun sənədli filminə də baxa bilərsiniz, kitabını da oxuya bilərsiniz. Mən bu videoda isə sizə Rhonda Byrne'ın əsas qeyd elədiyi sirlərini bir yerə yığıb sizinlə paylaşmaq istəyirəm qısa olaraq.